Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Möhtərəm qardaşlar, ilk olaraq mən də hər birinizi Allah subhanahu wa ta'ala'nın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Və mən də bütün təbriklərə qoşulam. Allah subhanahu wa ta'ala qardaşımızın izdivacını xeyirli bərəkətli eləsin. Allah subhanahu wa ta'ala bütün nə xeyir var, onun üzərinə indirsin. Və Allah subhanahu wa ta'ala diləyirəm ki, onun bu izdivacını ümmətə, xalqımıza, millətimizə xeyir verən bir izdivaclardan eləsin. Sonra isə birincisi özümə və hər bir müsəlmana, hər bir qardaşımıza, bacımıza tövsiyə edirəm. Tövsiyəm odur ki, bugün gündə bizə ən dəyərli olan şeyi necə də dəyərsiz saydığımızdır. Biz nədən ibarətik? Vaxtdan. Yəni biz vaxtdan ibarətik, amma görürsən ki, bugün gündə o bizdə ən dəyərsiz bir şey olub. Görürsən insan oturur, neyinir? Yəni boş-boş şeylərdən vaxtını keçirir. Amma bilmir ki, o vaxtda görə, hər bir ana görə, hər bir saniyə görə sorğu-sual olacaqdır. Necə ki, Ömər radiyallahu anhu bir xitablarında deyir, Ya eyyuhən-nas, hasifu enfusakum qablə ən tuhasabu, vəzənu a'malakum qablə ən tuzanu. Deyir ki, ey deyir insanlar, hesaba çəkilməmişdən öncə, hesaba çəkilməmizdən əvvəl özünüzü hesaba çəkin. Əməlləriniz tərəziyə qoyulmazdan əvvəl onları özünüz ölçün. Və həmsində deyir ki, وَتَهَّأَبُوا لِلْعَرْضِ الْأَكْبَرِ عَلَى اللّٰهِ فَإِنَّ الْيَوْمَ عَمَلْ وَلَا حِسَابِ وَغَدًا حِسَابِ وَلَا عَمَلْ فَإِنَّ الْيَوْمَ الْعَمَلْ وَلَا حِسَابِ وَغَدًا حِسَابِ. Həqiqətən deyir, bugün deyir əməl var, amma hesab yoxdur. Sabah isə hesab var, amma əməl yoxdur. Ona görə aqil insan nə etməlidir? O gün üçün özünü hazırlamalıdır. Qəlbində tam səmimi olmalıdır Allah subhanahu wa ta'ala'dan. Çünki ona Allahdan başqa heç kəs kömək elə bilməyəcək. Allahdan başqa ona heç kim fayda verməyəcəkdir. Niyə görə? Ona görə tək öləcək. Tək qəbirə qoyulacaq. Tək qəbirdə qalacaq. Və qəbirdə tək sorğu-sual olacaq. Tək diriləcək. Əməl dəftəri tək açılacaq. Rəbbinin hüzuruna tək çıxarılacaq. Sirat körpüsündən tək keçəcək. Əgər Allah subhanahu wa ta'ala ona izin verərsə, Allah müvəffəq eləyərsə, cənnətə tək girəcəkdir. Siratdan sonra olan qantarada tək dayanacaqdır. Sonra da ya cənnətə girəcəkdir tək. Yəni, əgər sən bunun üçün çalışmısansa, bunun üçün səy keçirmisənsə, bu da nə elədir? Sözsüz ki, əməllərlə, gözəl, boş-boş sözlərlə yox. Yox, əgər insan, əgər əzaba dürsar olarsa, Allah subhanahu da hər birimizi qorusun. Yəni, cəhənnəmə də tək əzab çəkəcək. Heç kim onun yerinə əzab çəkməyəcəkdir. Heç kim. Ona görə nə etməlidir? Özündə məsuliyyət hiss eləməlidir. Bəli, özündə məsuliyyət daşı. Həyat zarafat və boş əyləncə üçün yaralmayıb. Görürsən, insanlar da otururlar bir məclisdə, elə qalxana kimi yalnız boş-boş söhbətlər, bir-birlərini güldürmək və bununla da qalxırlar. Amma bilmirlər ki, o sözə görə və orada danışdıqları hər bir şeyə görə cavab verəcəklər.
Yəni, neyinir? Boşuna keçirir. Yəni, sən boş keçirdiyin vaxtda amma Allah Subhanahu wa Ta'nın razılığını qazana bilərsən. Çünki həyat, əziz qardaşlarım, sayılı saniyələrdən ibarətdir. Onları da nə etmək lazımdır? Dəyərləndirmək lazımdır. Təsəvvür eləyin bir insan, yəni insanı təsəvvür eləyin. Yol gedərkən qarşısına həm qiymətli bir inci rast gəlib, həm də ki, heyvan peyini çıxır. O insan incini qoyub, peyini götürür. Belə adama nə deyərlər? Sözsüz ki, deyərlər, ağılsızdır. Sənin bu keçirdiyin hər bir an qiyamət günü boş bir sandıq kimi qarşına çıxacaqdır. Qoyulacaqdır. Gətiriləcəkdir. Bəs o sandıqda sənə zərər verəcək günahlar olsa, halın necə olacaq? Muhammed sallallahu aleyhi ve sellem Peyğəmbərimiz buyurmuşdur. İnsan bəzən Allahın qəzəbinə səbəb olan bir söz deyər. Ona əhəmiyyət verməz. Lakin o söz səbəbi ilə göy ilə yer arasından daha uzaq bir məsafə qədər cəhənnəmə atılar. Bu da ki, Buxari və Müslimdə gəlir hədis. Başqa bir rəvayətdə isə deyilir, insan Allahın qəzəbinə səbəb olan bir söz deyər ki, o da nə olar? Yəni, dostlarını güldürmək üçün. Elə dostlarını güldürmək üçün. Onların halını dəyişmək üçün. Yəni, söylədiyi bir söz. Allah isə həmən o söz səbəbi ilə ona qovuşa, yəni onun üzərinə qəzəblənər. Nə vaxtda kimi ona qovuşana qədər. Və bunun isə əksini eləmək olar. İnsan nə edə bilər? Allah Subhanahu wa Ta'ala'nın razılığını qazanan sözlər danışa bilər. Allahı zikr edə bilər. Həyat ağır bir, yəni imtihandır. Böyük bir imtihandır. Həqiqi mənada. Yalnız nə etmək lazımdır? Aqil olmaq lazımdır. Allaha and olsun ki, bu bizim yiyələndiyimiz mülklər, miniklər, evlər, eşiklər hamısını burada qoyub gedəcəyik. Və bizdən sonra isə bilmirik onlara kimlər yiyələnəcəkdir. Ola bilsin ki, bizim ən xoşumuza gəlməyən insanlar biri gəlib ona yiyələnəcəkdir. Sən gör neynisən? Sənə əbədi olan Allah Subhanahu wa Ta'ala vəd verdiyi cənnət üçün elə çalışmısan, amma neynisən? Bu fani olan, hansı ki sənə əzab olaraq verilən, cəza olaraq verilən dünya üçün gecə-gündüz çalışsan. Bilirsiniz, Adəm əleyhissalama bu dünya cəza olaraq verildi. İlk əvvəl cənnətdə yarandı o. Görürsünüz, neyinirik? Biz isə ilk yarandığımız yer üçün daha cəhd eləmirik, daha səy atmırıq nəinki bu dünya üçün. Hansı ki fanidir, keçəcəkdir. Bütün ləzzətlər qoyub gedəcəyik. Ona görə nə eləmək lazım? Çalışmaq lazımdır. Yəni, insan gələk aqil olsun. Və bu, həyat yəni oyun və əyləncə üçün deyil. Möhkəm olmalıdır. Hər bir an, necə bilirsiniz ki, ölüm gələ bilər. Bəzi hallarda görürsən ki, insan neyinir? Günah eləyir, sonra tövbə eləyir. Günah eləyir, yenə tövbə eləyir. Yenə də deyir ki, tövbə eləyərəm. Sən əminsənmi növbəti tövbə kimi yaşayacaqsan? Əminsənmi ona? Amma bilirsən ki, insan axırıncı əməli ilə götürülür. Ola bilsin ki, sən o axırıncı əməlin üzərində dünyanı dəyişəsən, hansı asilik üzərində. Allah qorusun. Ona görə insan nə etməlidir? Həris olmalıdır o tövbəsinin üzərində sabit olmağa. Görürsən, bəzi halda insanların sözü keçmir öz övladlarına qarşı. Niyə görə? Çünki bəzi hallarda o günahları özü eləyir. Görürsən, səhərdən axşama kimi özü vaxtını boş-boş keçirir. Telefonda boş şeylərə baxır, Allahın dinini öyrənmir və yoxud da Allahın dinindən bir şey danışmır övladları üçün. Sonra isə deyir ki, övladım mənə qarşı asidir. Necə olsun sənin övladın, səhərdən axşama səni görür, telefonda oturmuşsan. O uşaq nə bilir, hətta sən ola bilsin ki, o telefonda zikirlə məşğulsan. Ola bilsin ki, sən o telefonda Qurana qulaq oxuyursan.
Amma o uşaq görür sənin əlində telefondur daim, səhərin axşama kimi. Sən götür Allah Subhanahu'dan kəlamını onun kitabından oxu. Bir kitab görsün övladın əlində. Zikir görsün əlində və ona da gözəl bir nümunə ol. Bilirsiniz, övladlar üçün hər bir vaxt da belə söz keçmir. Onlar çox vaxt əməllərə baxırlar. Ata deyir, amma əməlləmir. Ata deyir, amma özü başqa şey deyir. Ona görə görürsən ki, çətin olur. Və insan yenə məlidir, aqil olmalıdır, çalışmalıdır. Çünki bu sayılmış vaxtdır, vallahi ki. Necə ki, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə bildirir bizə, həmin gün insan öz qardaşından, anasından, atasından, zövcəsindən və övladlarından qaçacaq. O gün hər kəs özünə yetəcəyi qədər işi olacaqdır. Əbəsə surəsinin 34-37-ci ayəsi. İnsan gələcəkdir, deyəcək ki, ey oğlum, mən sənə necə bir ata olmuşam, deyəcək, sən ən gözəl atalardan olmuşsan. Deyəcək, ey atam, sən mənə bir dənə həsənət ver, bir dənə savabından ver. Deyəcək, yox oğlum, mənim öz nəfsim və yaxud da əksinə olacaqdır. Qormursan o gündən. Necə sən beləsinə yaşaya bilərsən? Öz vaxtını boş-boş keçirərək. Deyirsən ki, mən müsəlmanam, sən müsəlmansansa, necə sən müsəlman kimi yaşamırsan? Sən necə özünə deyirsən ki, mən müsəlmanam, amma sənə bir başqa ad deyən kimi sən qaçırsan ondan. Düzdürmü? Sənə bir başqa ad qoysalar, deyərsən ki, bəlkə vurarsan insanı, onda sən nə edəcəksən, müsəlman kimi yaşayacaqsan. Və sən buna çünki iman gətirmirsən. Mümkünət yox, bu hamısı Allah Subhanahu kitabındadır. Cənnət də haqdır, cəhənnəm də haqdır və onlar hamısı olacaqdır. Ona görə neyək? O ölüm gəlməmişdən, onu heç kim bilmir məxluqatdan. Mələklər belə bilmir, yalnız Allah Subhanahu Ta'ala bilir. Hər bir an gələ bilər. Ola bilər bir dəqiqədən sonra, ola bilsin 10 ildən sonra ona hazırlaşmaq lazımdır. Deyir ki, Həsən Əl-Basri rahimullah deyir, ey Adəm evladı, sən sadəcə nəfəs alıb verən gündən ibarətsən. Hər bir nəfəs keçdikcə sənin bir parçandan gedir. Hər bir nəfəs keçdi sənin bir parçandan gedir. Sən nəfəslərin ibarətsən. Necə ola bilər ki, sən o nəfəsləri günahlardan keçirəsən? Necə ola bilər ki, o sənə Allah Subhanahu Ta'ala verdiyi nəfəsləri ona qarşı? Necə ola bilər ki, sən deyirsən ki, mənim vaxtım yoxdur. Kimə yoxdur vaxtın? Sənə vaxt verənə mi? Sənə vaxtı kim verdi? Sənə o dili kim verdi? Sənə o dili Allah Subhanahu Ta'ala verdi. Necə ola bilər? Necə dilini söyür? Birdən Allah Subhanahu o dilini qurutsa, birdən o gözünü alsa əlindən, ətrafa baxsaq, hər bir şey Allah Subhanahu insanlar üçün yaradıbdır. Bizim rahatçılığımız üçün. Necə ola bilər biz nankor qul olaraq? Necə ki Allah Subhanahu Ta'ala deyir, Mə qarraka bi rabbikəl kərim, səni şəramətli olan Rəbbinə qarşı nə idi adladan? Nədir adladan? Dünya bəzəkləri, hansıncı şeytan bəziyibdir, gözəlləşdiribdir. Ona görə qardaşlarım, vaxtlar gedir, hər an bilinmir nə qədər yaşayacaqdır. Ola bilsin, dündən sonra yarı ömrümüz gedib, ola bilsin, 5də biri gedib, Allah bilir. Amma gedibdir verilən vaxtdan. Neyniyək? O vaxtı, dündən sonra qalan vaxtı Allah üçün keçirək. Əgər istəyirsənsə ömrün bərəkətli olsun, istəyirsənsə övladların bərəkətli olsun, istəyirsənsə sən uzalasan, yalnız Allahın dinində uzala bilərsən. Allahın dinini öyrən. Sən müsəlman kimi Allah Subhanahu yaradıbdır. Çünki bizim xalqımız, millətimiz müsəlmandır. Sən bundan qaça bilmərsən bu məsuliyyətdən. Sən kafir deyilsən, sənə kimsə o adı qoysa, sən onun gözünü çıxardarsan. Necə ola bilər ki, sən amma o müsəlman kimi yaşamırsan? Necə ola bilər ki, sən ən şərəfli yerini, başını Rəbbinin qarşısında qoymursan? Allah Subhanahu Ta'ala dilərəm ki, bir daha qardaşımızın izdivacını xeyri bərəkətli eləsin. Allah Subhanahu dilərəm ki, bizim vaxtımıza, həyatımıza bərəkət versin və onu Quran və Səhih Sünnə üzərində artırsın ömrümüzü. Və həmçində bizim və bizim nəslimizə xeyri bərəkət versin. Zürriyyətimizi tək onu ibadət eləyən qullarını eləsin. Və Allah Subhanahu Ta'ala qardaşın izdivacını xeyri bərəkətli eləsin. Allah hər birinizdən razı olsun. Allah Subhanahu Ta'ala bizdən qabaq danışan müəllimlərimizin elminə bərəkət versin. Allah onlarla
razı olsun. Allah Subhanahu onların qəbul etsin və bütün qardaş bacılarımızdan salih əməllərimizi qəbul etsin. Və dediyimiz sözlərdə hansı sözlər ki, Allah Subhanahu Taala'nın kəlamına, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə və alimlərin fəhminə uyğun idisə, o Allahın dinindəndir. Amma dediyimiz sözlərə nələr ki, xətalar var idi, o məndəndir. Allah Subhanahu Taala bağışlayandır və o sözlərə görə, xətalara görə Allahdan bağışlama diləyirəm. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illə ent, əstəğfiruka və etûbu ileyk.